Hamı onu cahil sözü ilə tanıdı. Amma o əslində bir dövrün yaddaşı idi. 1947-ci ildə qaçqın kimi doğuldu. 2026-cı ildə əfsanə kimi getdi. 15 dil, minlərlə kitab və sirlərlə dolu bir arxiv. Avstriyada bir qaçqın düşərgəsində başlayan bu macəranın son dayanacağı necə dünya şöhrətli bir canlı kitabxana oldu. Bugün Türkiyənin və dünyanın ən böyük tarixçilərindən biri İlber Ortaylı'nın həyat hekayəsinə baxırıq. Hazırsınızsa cahilliyə son qoyaq. Herkes cahil olabilir. Yani cahildir, tamam mı? Hiçbir şekilde lütfen cahil deyip oturmayın herkese. Fakat herkes yarı cahil olamaz. İlber Ortaylı 1947-ci il mayın 21-də Avstriyanın Bregenz şəhərində anadan olub. İkinci Dünya müharibəsindən sonra Avropada minlərlə insan kimi Ortaylı ailəsi də qaçqın düşərgəsində yaşayırdı. 2 yaşında olarkən ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Ortaylının ailə kökləri Krım tatarlarına söykənir. Onun anası Qafqaz əsilli olub, atası isə Krım tatarı idi. Uşaqlıq illəri Türk, Alman və Rus dillərinin danışıldığı çox dilli bir ailə mühitində keçib. İlber Ortaylı orta təhsilini Türkiyədə alıb. Əvvəlcə İstanbulda yerləşən Avstriya liseyində təhsil alan Ortaylı, daha sonra Ankara Atatürk liseyini bitirib. İlber Ortaylı Ankara Universitetinin Siyasi İlimlər Fakültəsinin tarix bölməsində bakalavr təhsil alıb. Akademik hazırlığını beynəlxalq səviyyəyə yüksəldərək Viyana Universitetində şərqşünaslıq, Slavyan dili və mədəniyyət üzrə, Chicago Universitetində isə magistratura səviyyəsində təhsilini davam etdirib. Huzur kendinizin erişebileceğiniz ve inşa edebileceğiniz bir konu. İlber Ortaylı 1974-cü ildə Ankara Universitetində İslahat dövründən sonraki yerli idarəçilik mövzusunda yazdığı tezislə doktorluq dərəcəsi qazanıb. Onun doktorantura dövründə məsləhətçisi məşhur tarixçi professor Halil İnalcıq olub. 1979-cu ildə Osmanlı İmperiyasında Alman əhali mövzusundakı araşdırması ilə dosent, 1989-cu ildə isə professor elm adını alıb. Bütün bunlara rağmen en çok ihtiyacınız olan şey ben neyim, ne olacağım, nasıl olmam gerekiyor ve ne şekilde bunların dışında kendimi tecrit edebilirim. İlber Ortaylı 2005-2012-ci illər arasında İstanbulun tarixi simvolu olan Topkapı Saray Müzeyinin direktoru vəzifəsini icra edib. 2018-ci ildə isə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nazir müşaviri təyin edilib. O, həmçinin Türk Tarix Qurumunun rəhbərliyində müdür müavini kimi fəal iştirak edib. Ümumilikdə 70-dən çox elmi kitab və monoqrafiyanın müəllifidir. Ortaylı fenomenal dil biliyinə malik idi. O, Alman, Rus, İngilis, Fransız, İtalyan, Fars və Latın dillərində sərbəst danışır və yazırdı. İnsanın kendi kendini günlük sıkıntılarından tecrit edebilmesi için yapacağı şey kendinizi edebiyata, güzel sözlere, güzel şeyleri düşünmeye ayırmanız lazım. 1982-1989-cu illərdə Türkiyədəki bəzi siyasi məhdudiyyətlərə etiraz olaraq işindən imtina edən Ortaylı bu dövrü dünya səyahətində keçirib. Həmin vaxt dünyaca məşhur universitetlərdə mühüm seminar və konferanslar verib. Alimin şəxsi kitabxanasında 30 minə yaxın kitab var və o bu kolleksiyanın 5 min ədədini Galatasaray Universitetinə bağışlayıb. Maraqlı faktlardan biri də odur ki, Ortaylının uşaqlıqdan bəri topladığı böyük bir miniatür avtomobil kolleksiyası mövcuddur. İlber Ortaylı Azərbaycan türkçəsini çox sevirdi. O bu ləhcəni Türk dilinin ən təmiz, ən musiqili və ən poetik forması hesab edirdi. Tez-tez qeyd edirdi ki, Azərbaycan türkçəsi bizim dilimizin gəncliyidir, daha canlıdır. O, Azərbaycanın klassik ədəbiyyatını, xüsusən də Füzulini və Nəsimini dərindən bilirdi. Diyor ki Azeri diyor. Kaç kere dedim kardeşim Azeri deyip oturmayın. Azerbaycanlı başka, Azeri başka. O, Bakının memarlıq quruluşuna və tarixinə heyran idi. Bakını Paris və Viyana ilə müqayisə edərək, şəhərin intibah dövrü memarlığı ilə şərq ruhunun birləşməsini yüksək qiymətləndirirdi. Hətta bir çıxışında demişdi, Bakını görməyən bir kəs, mən Türk dünyasını tanıyıram deməsin. Komünist şairler bile Bakü'nün Türk kızları bilmem ne Cafer Zabbari şiir yazar.
Bunu Stalin hıyarı çıkardı. Cahil bir Gürcüdür. İlber Ortaylı yalnız biliyi ilə deyil, sərt və açıq danışığı ilə də məşhur biri idi. Bir tələbə sual verəndə bəzən belə deyirdi: "Evladım, əvvəl kitab oxu, sonra sual ver." Televiziya proqramlarında, universitetlərdə və konferanslarda danışanda insanlar saatlarla onu dinləyirdi. Səbəbi isə sadə idi. O, tarixi keçmiş kimi danışmırdı. O tarixi bugünün səbəbi kimi izah edirdi. Onun fikrincə, tarixini bilməyən millət gələcəyini başqalarına yazdırır. Dünyayı görmeden hiçbir şey ifade edemezsiniz. Benim meşhur tavsiyemdir. Bugün insanlar üçün İlber Ortaylı sadəcə müəllif deyil, o bir məktəb idi. Və təqvim 13 Mart 2026-cı ili göstərəndə Türkiyənin və dünya tarix elminin ən parlaq çırağı söndü. İlber Ortaylı başladığı o uzun səyahəti, Avstriyanın soyuq qaçqın düşərgəsindən dünya saraylarının arxivlərinə uzanan o möhtəşəm yolu tamamladı. O sadəcə bir insan deyil, sanki bir dövrün bütün yaddaşını öz şeirlərində daşıyan bir nəhəng idi. İlber Ortaylı arxasında sadəcə qalın cildli kitablar qoyub getmədi. O bizə düşünmək, sorğulamaq və ən əsası cahil qalmamaq iradəsini miras qoydu. Onun öyrətdiyi bir həqiqət hər zaman yaşayacaq. Tarixi oxuyanlar yox, onu anlayanlar gələcəyi yazır.